Allah hər heyvanı, canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi 2, bəzisi isə 4 ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir. Həqiqətən biz açıq-aydın ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldər. Münafiqlər Allaha, Peyğəmbərə iman gətirdik, itayət etdik deyər. Bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər. Münafiqlər aralarında hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda, onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itayət edib onun yanına gələrlər. Onların qəlblərində mərəz mi var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkar